Novamin məhsulumuzu sınaqdan keçirdək və novaminimizin gücünü görək. Bizə lazımdır bunun üçün bir stəkan su. Düşünün ki, bu bizim virussuz, xəstəliksiz orqanizmimizdir və biz bədənimizə virus xəstəlik götürək. Bizim xəstəliyi, virusu əvəz edən bizim yoddur. Yodu suyun içərisinə əlavə edərək suya infeksiya düşünün, xəstəlik, bakteriya, virus götürürük. Və indi isə novaminin necə xəstəliklərlə, bakteriyalarla, viruslarla mübarizə apardığını öz gözümüzlə görək. Onun üçün bizə lazımdır novamin. Novamin kapsulunu açırıq və suyun içərisinə əlavə edirik. Daha da çox sürətli bədənə yayılması üçün, öz təsirini göstərməsi üçün biz bura 2, 3 və daha çox novamin əlavə edə bilərik. Baxın, novamini zəhərləmiş suyun içərisinə əlavə edirik. İstəsək bir ədəd də novamin əlavə edə bilərik. Baxın, bura bir ədəd də novamin əlavə edək ki, daha tez təsirini görək. Və əlavə etdikdən sonra biz novaminin suyu qarışdırırıq. Baxırsınızmı? Burada bizim suyumuzun rəngi dəyişdi. Ağappaq, tərtəmiz oldu. Bədənimizdə heç bir infeksiya, heç bir virus qalmadı. Və əlavə olaraq düşünün ki, biz xəstə deyilik və yaxud da xəstə olub sağalmışıq və bədənimizə kənardan təkrar infeksiya, virus daxil olur. Biz isə novamin içib çölə çıxmışıq. Baxın, kənardan nə qədər infeksiya, virus, bakteriya bizim bədənimizə daxil olur olsun, novamin həmən orada bütün xəstəliklərlə mübarizə apararaq həmin infeksiyanı, virusu, bakteriyanı yox edir. Novamini hər bir kəs qəbul edə bilər. Uşaqlar, böyüklər, süd verən analar, hamilə xanımlar, bundan başqa şəkər xəstələri